qaynalayıb və atası necədirsə o da elədi. Bəli. Bu seçimi yaradan Nədir? Yəni o şey yoxdur ki, ilk uşaq belədir, ikinci uşaq elədir, üçüncü uşaq elədir. Bu seçməli variantlardansa insanın özünə fokuslanmalı. Yəni birinci uşaq deyil, ikinci uşaq da ola bilər, üçüncü uşaq da ola bilər. Bəli, düzdür. Bu seçim yaradan nədir? O çox maraqlıdır ki, insan həyatını əgər biz bir xalçaya bənzətsək, mən daha çox xalça ilə bunu uyğunlaşdırıram. Çünki xalçanın bilirsiniz də gözəl naxışları olur və bu naxışları ərsəyə gətirən şey nədir? İlmələrdir, yəni milyonlarla saplardır. İnsan həyatını ümumi bir xalçaya bənzətsək, indi qıraqdan baxanda milyonlarla sap adi sapdır, bir şey ifadə etmir. Amma ümumən baxanda görürsünüz ki, üstünün naxışları olan ya şəkil olan bir tablodur, ümumi şəkildir. İndi o insan həyatının ümumi şəklini yaradan şey, əgər bu insanın seçimləri və inanclarıdırsa, o inanclara təsir göstərən isə bizim təcrübəmiz ola bilməz o yaşda. Çünki zaten təcrübəsi yoxdur, həmin anda bir təcrübə qazanır. Amma həmin anda o stresə qarşı verdiyi reaksiyanı göstərən, həyatına cəmi 1% rolu olan, təsir edən genetikadır.